Salam, hər birinizi xoş gördük. Bugün paxlava hazırlayıram. Bunun üçün əvvəlcə şərbətini hazırlayırıq. Şərbəti üçün 2 stəkan şəkər, 2 stəkan yarım şəkər tozu əlavə etdik. 1 stəkan yarım su əlavə edirik. Bunu yaxşı qarışdırırıq və qoyuruq qazın üzərinə qaynayır. Qaynayan zaman çay qaşığının ucunda limon duzu atırıq. Yəni limon duzu olmasa para limon dilimi datmaq olar və 2 dolu xörək qaşığı xalis bal əlavə edirik və şərbətimizi hazırlayırıq. Şərbətimiz qatılana kimi qazımızın üzərində bu cür köpüklənib qatılana kimi şərbətimizi qatılandan sonra düşürdürük. İndi isə ləpəsini hazırlayırıq. Bunun üçün 1 kilo 150 qram qoz ləpəsi götürmüşəm və maşından keçirdirik, ləpə çəkən maşından. Daha sonra 1 kilo 150 qrama 800 qram şəkər tozu əlavə edib ləpəsini hazırladıq. İndi isə xəmirini hazırlayırıq. Xəmiri üçün əvvəlcə qabımızın kənarda 2 xörək qaşığı südə 1 çay qaşığının ucunda maya əlavə etdik. Daha sonra xəmiri üçün 1 kilo undu və 150 qram kərə yağ, 200 qram xama, mayalı südümüzü əlavə etdik. 1 çay qaşığı şəkər tozu əlavə etdik. Bunları yaxşı qarışdırdıq. 2 ədəd yumurtanın sarısıdır və aparana qədər süddür. 1 stəkan süd əlavə edib xəmirimizi bu cür hazırladıq. 15 dəqiqə gözlətdikdən sonra xəmirlərimizi kündələyirik. Əvvəlcə böyük xəmirlər götürdük, 2 dənə altına və üstünə. Daha sonra kiçik ölçülü kündələr tutub xəmirimizi yayırıq. Əvvəlcə ən alt qata, qalın qatın birini yaydıq, soba listini yağladıq və üzərinə ərinmiş kərə yağı çəkirik. Qatların hər birinin arasına ərinmiş kərə yağı əritmişik. Ləpədən arasına səpirik. Daha sonra yenidən qatların hamısını yayıb, üzərini yağlayıb və içliklərini əlavə edib bu qayda ilə hamısını hazırlayırıq. Gördüyünüz kimi hər tərəfinə eyni qaydada yayırıq içliyini. İçliyinin içərisinə 1 çay qaşığı da hil əlavə etmişdim və 1 ədəd vanil. Ən üst qatını yaydıq, onu da yağlayırıq. Ən üst qatı hələ qoymamışdan əvvəl axırıncı qatını yağladıq və ən üst qatını, qalın qatı əlavə edirik bunun üzərinə, sonuncunun üzərinə. Kənar hissələrini əlimizlə düzəldirik və sonra kəsirik. Xətkeş vasitəsilə kəsib paxlavamızı hazırlayırıq. Gördüyünüz kimi bu qayda ilə kəsib hazırlayırıq. Artıq biz kəsdik gördüyünüz kimi və 15-20 dəqiqə sobanın içərisinə qoyuram. Üzü bərkiyəndən sonra götürüb üzərinə rəng çəkirik. Rəngdə portağal və limon rənglərinin qarışığıdır. Suda həll edib üzərinə çəkirik. Üzü bərkiyəndən sonra təmiz kəsirik axıra kimi. Belə edəndə kəsmək asan olur. Bıçaq xəmirə yapışmır. Əlavə etdik. Yağını da üzərinə kəsəndən sonra kərə yağından üzərinə 1 stəkan, dolu stəkandan 1 kərə yağını hər tərəfinə yaxşıca çəkdik və qoyduq soba listində bişdi. Bişəndən sonra üzərinə şərbətini tökürük. İsti paxlavanın üzərinə soyuq şərbət əlavə edəndən sonra üzərinə qozlarını düzürük. Qozları bu cür düzəndə, əvvəlcədən düzəndə qoz sobada qaralır. Qaralmamaq üçün sonda şərbətə batırıb bu cür üzərinə düzürük və gözlədirik. 5-6 saat qaldıqdan sonra kəsdik. Artıq bizim paxlavalarımız hazırdır. Çox gözəl rəngi oldu. Arasının qatları çox qəşəng dəndəndir.
baxa bilərsiniz. Çox ləzzətli bir paxlavamız alınmışdı. Əgər bu resepti bəyəndinizsə, sizlər də hazırlayın. Kanalımıza dəstək olun. Videoların gəlməsi üçün like etməyi unutmayın. Bəyən düyməsini basın. Çox sağ olun izlədiyiniz üçün. Təşəkkür edirəm.